50 il boyunca davamlı qaynayan və heç bitməyən bir şorba təsəvvür edin. Qulağa biraz qəribə gəldiyinin fərqindəyik. Amma Taylandın Bangkok şəhərində yerləşən bir restoran 1976-cı ildən bəri fasiləsiz olaraq bişirdikləri bir şorbanı müştərilərinə təqdim edir. Sizsə bizə dəstək olmaq üçün kanala abunə olub, videolarımıza şərh yazmağı unutmayın. İndi isə keçək 50 illik şorbaya. Taylandın Bangkok şəhərində yerləşən səsküylü küçələrin birində zaman sanki dayanıb. Burada kiçik bir restoranın içində 50 ildir ki, dayanmadan bişən bir şorba var. Wattana Panich Ekamai küçəsindəki bu köhnə restoran artıq 3 nəsildir ki, fəaliyyət göstərir. Hər gün eyni qazan qaynayır, içindəki ləzzət hər gün eyni olaraq qalır. Onlar bu texnikaya perpetual broth deyirlər, əbədi qaynayan şorba. Bu deməkdir ki, qazan heç vaxt tam boşaldılmır. Hər gün yeni ingrediyentlər əlavə olunur. Amma necə deyərlər, əsas baza, əski günlərin dadı qorunur. Restoranın işçiləri bu qazanın bir növ yemək vasitəsilə ötürülən yaddaş olduğunu iddia edir. Onlar üçün gün erkən saatda başlayır. Şorbanın içində mal əti, sümüklər, ədviyyatlar, tay otları, darçın, ulduz anason, sarımsaq və soya sosu var. Bu komponentlər saatlarla bişir. Bəziləri düşünür ki, onlar qazanı heç təmizləmirlər, amma yox. Əslində bu qazan hər gün xüsusi sulla təmizlənir. Dibdə qalan şorba saxlanılır. Qalan hissə isə süzülüb təzə ingrediyentlərlə tamamlanır. Beləliklə, daddığınız hər qaşıq şorbada 50 illik tarixin də dadı olur. Restoran sahibi deyir ki, şorba onun babasının vaxtından qalıb. Şorbanın bişirilməsi üçünsə konkret bir resept yoxdur. Ərzaqların hansı miqdarda olacağına aşpaz özü qərar verir. Onun gündəlik çəkisi isə təxminən 68 kiloqram təşkil edir. Restoran sahibinin sözlərinə görə bu onlar üçün sadəcə biznes deyil. Bu babamın nəfəsidir, anamın əli bizim yaddaşımızdır. Bura gələn müştərilər də 50 illik şorbanın dadını çox sevdiklərini, qiymətin isə kifayət qədər münasib olduğunu deyirlər. Bura gələn turistlər də əvvəl şorbaya skeptik yanaşsalar da, onu daddıqdan sonra fikirləri tamamilə dəyişir. Bəziləri bu dadı heç vaxt unutmayacağını, şorbanın insanı sanki geriyə, 70-ci illər apardığını deyir. Təsəvvür edin ki, bugün siz 1975-ci ilin dadını yeyirsiniz. Bəziləri isə dünyanın bir çox yerində şorba daddığını, amma bu şorbanın dadı ilə heç nəyi müqayisə edə bilməyəcəyini söylüyor. Təbii ki, restoranın menyusunda başqa təamlar da var. Lakin müştərilərin daha çox sifariş etdiyi, hər qaşığında tarixin ruhu olan bu şorba olur. Beləliklə, bu restoran və onun 50 illik şorbası təkcə bir ailənin deyil, Taylandın da kollektiv yaddaşıdır. Şorba dəyişir, amma ruh eyni qalır. Burada hər müştəri bir tarixə toxunur. Bəziləri bir dəfə gəlir, bəziləri isə hər il bura qayıdır. Bəs siz necə? Nə zamansa Taylanda yolunuz düşsə, bu şorbadan dadardınızmı? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Bir videonun daha sonuna gəldik. Salamat qalın.